Hər kəs salamlayıram. Bugün qəbul və MİQ imtahanlarına hazırlaşanlar üçün informatika test tablusunu təqdim edəcəm. Ümumiyyətlə, bu kitab haqqında danışmamışdan öncə kitabın içərisində olan bəzi sualların imtahan dərəcəsinə 100% uyğun olduğunu və bəzi sualların artıq imtahanda istifadə olunduğunu deyə bilərəm. Bu kitabdakı bəzi suallar digər sualların götürüldüyü xarici mənbələrdən əldə olunmuş suallardır. Mənbələrdə olan suallara bir neçə nümunə suallar da əlavə olunaraq kitab təkmilləşdirilib. Gəlin kitabın içərisinə nəzər salaq. Ümumiyyətlə, kitabla bərabər sizə sınaq kitabçası da verilir. Hansı ki, bu sınaq kitabçasında olan sınaq sualları imtahan suallarına 100% uyğundur. İmtahana düşmə ehtimalı 100% olan suallar da yer alır. Ümumiyyətlə, sınaq kitabçası içərisində 2 ədəd sınaq vardır. B variantı və A variantı. Sınağın içərisində olan sualların sayıları hansı mövzular üzrə burada qeyd olunub və həmçinin sualların izahlarını da siz YouTube səhifəsində Leyla Həziyevə yazmaqla və yaxud da QR kodu oxumaqla deməli əldə edə bilərsiniz cavablarını. Bunların izahları isə Leyla Həziyevə kanalında ətraflı yerləşdiriləcəkdir. Suallara keçdikdə isə suallar yeni tip imtahan modelində çox uyğundur. Hər bir sual xüsusi olaraq diqqət ayrılıb və düşünülmüşdür. Suallar digər suallara nisbətən çox fərqlidir. Yəni, şagirdləri düşünməyə məcbur edən suallar mövcuddur. Həmçinin digər suallardan fərqli olaraq sizə düşünməklə bərabər həmçinin fərqli və xüsusi yanaşma tələb edən suallar da mövcuddur. Bunun həmçinin B variantı da mövcuddur və sualları artıq görürsünüz. Sualların çətinlik səviyyəsi imtahan modelinə 100% uyğundur. Bu şəkildə sınaq kitabçası. İndi isə gəlin kitaba baxaq. İlk səhifədə bizə informatika test tablosu sözü qarşılayır, sonra isə ön sözü və diqqət hissəsi. Bura diqqət ayırmağınız xüsusilə gözlənilir. Və burada müəllimlər üçün onlayn sınaqlar mövcuddur. Hansı ki, burada QR kodu oxumaqla siz deməli bu sınağı, ilk sınağı əldə edə bilərsiniz. Təbii ki, kitabın ilk nəşri olduğu üçün ilk sınaq yerləşdirilib. Növbəti hər nəşrdə isə sınaqların sayı artırılacaqdır. Bölmələrin sayı isə 1-dən başlayaraq deməli 15-ə qədər davam edir. Sonuncu 14 və 15-ci bölmələr uyğun olaraq MİQ imtahanlarında məntiqi əsaslar, ifadələr üzərində əməllər mövzusuna əhatə edir. Bu şəkildə və həmçinin A bloqu mühitində proqramlaşdırma. Suallara ümumilikdə baxdıqda isə suallar yeni tiplidir. Yəni, son illərdə istifadə olunan cədvəllər, diaqramlardan istifadə olunaraq suallar hazırlanmışdır. Və həmçinin şagirdlərin məntiqi ilə yanaşı onların biliyini və yaradıcılığını da inteqrasiya edib suala köçürmələri tələb olunur. İnteqrasiya demişkən, həm də mövzular arası inteqrasiya da qorunmuşdur. Misal üçün, 53-cü sualda Pythonla bağlı olan bir sualdır. Hansı ki, bu sualın aid olduğu mövzu informasiya və informasiya prosesləri, informasiya təhlükəsizliyinə aiddir. Bundan əlavə olaraq hər mövzunun, hər səhifənin aşağısında QR kod yerləşdirilib. Bu QR kodlarla şagirdlər hər mövzunun izahlarını YouTube-da ödənişsiz şəkildə əldə edib izləyə bilərlər. Və suallara baxdıqda isə həqiqətən geniş və ətraflı suallardır. Yəni, elə tip suallar var ki, onlar hər hansı bir mənbədə təkrarı yoxdur. Sualların çətinlik səviyyəsi gözlənilmişdir. Yəni, abituriyentlərin proqramından kənar suallar yoxdur. Və deməli, imtahan mərkəzinin istifadə etdiyi xarici mənbələr əsasında hazırlanmış bir kitabdır. Yəni, həmin mənbələrdə istifadə olunmamış suallar kitaba daxil olunmuşdur ki, olunduğu halda yazılma riskini qarşılamaq üçün. Kitabda həqiqətən yeni suallar çoxdur. Yəni, sırf imtahan modelinə uyğundur. Hansı ki, yeni tipdə, yeni modeldə və fərqli suallar öz əksini tapır. Təbii ki, içərisində çətin suallar mövcuddur ki, bura həmçinin müəllim işə qəbulu imtahanlarına hazırlaşanlar da bu kitabdan faydalana bilsinlər. Və imtahanda həmçinin ətraflı yazılı cavab tələb edən tapşırıqlara tələb olunduğundan algoritm və proqramlaşdırma bölməsində sonlarda ətraflı yazılı cavab tələb olunan testlər də mövcuddur. Proqramlaşdırma bölməsinə aid testlər, fərqli və yeni suallar,
düşünmə tələb edən, eyni zamanda yaradıcılıq tələb edən kodlaşdırma, yazı işi sualları. Bu şəkildə və sonda isə tapşırıqların doğru cavabları yer alır. Kitab bu qədər. Kitabın ödənişi 15 AZN-dir. Kitabla birlikdə həmçinin sizə burada da qeyd olunduğu kimi 2 qəbul və 1 miqli imtahanı hədiyyə olunur. 1 miqli imtahanı onlayn şəkildə, 2 qəbul imtahanı isə deməli kitabça şəklində sizə A və B variantı olaraq təqdim olunur.